Davamlı yuxulu olmağınızın 5 əsas səbəbi. Videomuzu sonuna qədər izləyin və bəyənməyi unutmayın. Birincisi, yatmazdan 2-3 saat əvvəl yeməyi dayandırın. Ağır və gec saatlarda olan yeməklər yuxunun dərin fazalarını poza bilər. Xüsusilə yağlı və şəkərli qidalardan uzaq durun. İkincisi, telefonu yatağa aparmayın. Yatmazdan ən azı 1 saat əvvəl mavi işıqdan uzaq durmaq lazımdır. Mavi işıq nə qədər gözə düşərsə, bir o qədər melatonin ifrazını azaldaraq yuxuya getmə prosesini daha da uzaqlaşdırır və çətinləşdirir. Üçüncü, hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa çalışın. Hətta həftə sonları belə. Beyin nizamı sevir və stabil yuxu qrafiki bioloji saatımızı gücləndirir. Dördüncüsü, oyandıqdan sonra ilk 30 dəqiqədə pəncərələri və pərdələri açaraq gün işığına özünüzü məruz qoyun. Pəncərə önünə keçin və ya çölə çıxın. Səhər işığı beyinə artıq oyanmaq vaxtının gəldiyini bildirir və enerji səviyyənizi yüksəldir. Beşincisi, oyandıqdan sonra ilk saat hərəkətlə başlayın. Qısa gəzinti, yüngül idman və ya sadəcə aktiv hərəkətlər kortizolun fizioloji yüksəkliyini dəstəkləyir və gün ərzində ayıq olmanıza kömək edir. Əgər bütün bunlara baxmayaraq gün ərzində yenə yuxululuq davam edirsə, səbəb yuxu apnoesi, dəmir çatmamazlığı, B12 vitamini defisiti, hipotireoz, yəni tənbəl zob, insulin dirənci və ya digər tibbi problemlər ola bilər. Normal deyil ki, insan kifayət qədər yatdığı halda hər gün yorğun ayılsın və bu problem davam edirsə, mütləq bir endokrinoloq müayinəsində keçməsində fayda vardır. Videonu sona qədər izlədinizsə, bəyənməyi və davamlı yorğun olan dostlarınızla paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.